Bildiğiniz kimi bugün 2 Mart buraxılış imtahan günüdür və gəlin suallara baxaq. Birinci sual çox rahat, çox sadə suallar düşüb. Əgər hər hansı bir kimsə desə ki, suallar dəhşət idi, ağlamaq, yəni belə deyim, yəni ağlayırlarsa, dəhşət faciədir deyirlərsə, deməli bilin ki, onlar il boyu kitab üzü açmayan şəxslərdirlər. Yəni başqa bunun adı yoxdur. Bu bir er olsun. Deyək ki, AB vətəri mərkəzi O nöqtəsi olan çevrənin AB vətəri AC diametrinin yarısına bərabərdir. Deməli, diametrin yarısı radiusda, elə deyil. Bizdən BAO-nu soruşur. BAO, bax bu bucağı soruşur. Düzdür. Birləşdirsən bu da R olur. Düzdürmü? Bu da bərabər tərəfli bir üç bucaq alınır və bərabər tərəfli üç bucağın daxili bucaqları 60 dərəcədir. Bir doğru cavab olur Y variantı. İkinci sual. 4 minus 2 kompleks ədədinə qoşma olan ədəd 4 plus 2 olacaq. Doğru cavab olur 2C variantı. 63-cü sual. Tənliyi həll edin. Bu tipdə tənlikdə sinüs qısa hər hansı bir t ilə əvəz etsək, 4t kvadratı minus 4t plus 1 bərabər 0. Bu da mənə 2t minus 1-in mörtəzə kvadratına açılışı verir. Bərabər 0. 2t bərabər 1, t bərabər 2-də 1. Deməli, alarıq ki, sinus x bərabərdir 2-də 1, x də bərabərdir mənfi 1-in üstü k, 2-də 1 alır 30 dərəcədə pi bölü 6. Üstə gələk dövrü pi k. Doğru cavab olur 63D variantı. Sual 64. İfadəni sadələşdirin. Bu tipdə məsələlərdə çıxmaya baxırıq. Əsasən işimiz bizim çıxma ilə olur. Bir dəfə toplaması, bir dəfə çıxması. Deməli, A kvadrat minus B kvadrat bərabər A minus B. A plus B düsturuna əsasəndir. 5-in kvadratı 25 minus 36 y üstü 6 ilə yazılır. 25, 36 y üstü 6 doğru cavab olur 64 A variantı. 65-ci sual fəzadandır. Müstəvi üzərində olmayan M nöqtəsindən müstəviyə MK və MY maillər çəkilmişdir. Perpendikulyar verilib. Zaten bilirik ki, hündürlüklər hər ikisində eynidir. MK-nin 30 dərəcə, MK 6, NY 2 olarsa MY-ni tapın. NY 2 olarsa MY-ni tapın. 30 dərəcə bucaq qarşısında katit hipotenuzun yarısına bərabər 3. Pifagora görə biz MY-ni tapa bilərik. MY bərabər kökün altında 3-ün kvadrat plus 2-nin kvadrat bərabərdir. Kök 13. Doğru cavab olur Y variantı. Bax belə. Sual 66-cı sual. Ardıcılığın 5-ci həddini soruşur. A5 bərabərdir 3 vurulsun 5 minus 1. 3 dəfə 5-in 15, 1 çıxsam 14. Doğru cavab oldu 66 C variantı. Sual 67. Kök hatta 19'da 4 ədədə hansı ki ardıcıl tam ədəd arasında yerləşir? 19 təqribən 4 və 5 arasında yerləşir. Çünki kök hatta 16, kök hatta 25 bunların arasında yerləşir. Doğru cavab 67 B variantı. 68 biz bu diaqramı görə bilmirik. 69 vektorlardan da yenə görə bilmirik. 70 görə bilmirik. 71-ci sual. 2 ədədin cəmi 137-dir. A üstə gələk B bərabərdir 137. Fərqi isə 19-dur. Yəni A minus B bərabər 19. Deməli tərəf-tərəfə toplasam tənlilər sisteminə gətirilir. 6 156 A bərabərdir 78. Bu ədəd tapın. Təbii ki, biri 78 isə digər 78 və yaxud da 137-dən 78 çıxaram. 9, 12, 59 olur. Təbii ki, bunların həqiqətən fərqi 19-a bərabərdir. Cəmləri 137-yə. Ona görə də böyük olur 71 A variantı. Sual 72. Tənasübdəndir. Tənasübün kənar hədlərin hasisi bilirik ki, orta hədlərin hasisinə bərabərdir. Vurulsun, bölünsün 10'da 31. Bunu bu şəkildə yazıram. X bölünsün 10'da 93. Birbaşa bu şəkildə gətirirəm. Kənar hədlərin hasili 9'da 7 vurulsun 10'da 93 bərabərdir. X vurulsun 10'da 31. Deməli onlar getdi. Burada qaldı 3. Burada qaldı 1. 3. X də bərabərdir. 3 də 7. Doğru cavab olur 72 E variantı. 73. Hər tərəfə ona vuraq. Çox sadə bərabərsizlikdir. Ona vursam 5 vurulsun 2x kvadratı plus 2x böyükdür 6x plus 9. 10x'in kvadratı üstə gələk 5x minus 6x minus 9 böyük 0. 10x'in kvadratı minus 2x minus 9 böyük 0. Sıfırlarını tapsam 1 və mənfi 0'ın 9 edir və 1 bu şəkildə 0 qiymətini versəm mənfi müsbət bizə müsbət aralıq lazımdır. Ona görə oldu mənfi sonsuzluq mənfi 0.9 birləşir. Birdən müsbət sonsuzluq doğru cavab olur 73 D variantı. 70 deməli 4-cü sual. İfadənin qiymətini tapın. LG 10'un üstü 5-ci dərəcədən 10 üstü 2 yaza bilərik ki 5'də 2 düzdür üstə gələk. LG 10'un üstü 3'də 2 üstə gələk. LG 10'un üstü 5'də 3 üstə gələk. LG 10'un üstü 3'də 1. Bu 5'dəki qarşıya keçir. Bu 3'dəki də qarşıya keçir. Bu 5'də 3 də qarşıya keçir. 3'də 1 də qarşıya keçir. LG onlar 1'ə bərabər getdi. Əlimizdə qaldı 5'dəki üstə gələk. 3'dəki üstə gələk. 5'də 3 üstə gələk. 3'də 1. Bu mənə 1 verir. 5'dəki 5'də 3.
1 üstə gələk. Bu da 1 verir. 1, o da bərabər 2. Doğru cavab oldu 2. 75-ci sual. 49-un kvadratı ilə 29-un kvadratını sadələşdirsəm, 49 minus 29, 49 plus 29 minus 46. Bax, bu ikisini bir götürürəm. Minus 26, 46 plus 26. Bərabər. Birinci bunu sadələşdirim. 20 vurulsun. 8, 78 minus, plus, daha doğrusu plus 20 vurulsun 49, 29. Deməli, 49'u 72. Bölək neçə? 600. O da bərabər. 20'ni ortaq vuruq kimi çıxarsam 78 plus 72. Bu mənə nə verir? 150 verir. Bölürəm 600'e. İxtisar getdi 4. 20'ni 4'e bölsəm 5 bizim doğru cavabımızdır. 76-cı sual. Yan səthin sahəsi 70'i hündürlüyü 6 olan düz prizmanın oturacağın perimetrini tapın. Prizmanın yan səthin sahəsi S oturacaq vurusun, daha doğrusu P oturacaq vurusun hündürlük düstur ilə hesablanır. Yan səthin sahəsi 70 idi, P oturacaq bu şəkildə hündürlüyü 6. Bu zaman oturacağın perimetri neçə olur? 70'ini bölərəm 6'ya bərabər 12. Doğru cavab oldu 12. 77-ci sual. İfadənin qiymətini hesablayın. 10 sinüs 31. 10 vuraq sinüs 31 2'də 1'dir. Plus sinüs 231'i yazaram ki sinüs 270 minus 39 dərəcə. Üstə gələk. Qoysunuz 39 minus tangens 45. Tangens 45 də 1 demək. Bərabər. 13'e bölürəm 5. 5'dən 1 çıxıram 4. Ya da belə yazam hələ ki. 5 üstə gələk. Sinüs 270 olduğuna görə adını dəyişir. Yəni 3 pi bölü 2 olduğuna görə adını dəyişir olur. Qoysunuz. Qoysunuz 39. 231 3-cü rübd işarəsi mənfi olur. Minus qoysunuz 39 plus. Qoysunuz 39 minus 1. 5 minus 1 bərabərdir. 4 bizim doğru cavabımızdır. Sual 78. 4 üstü x'in qiymətini tapın. Bunu belə yaza bilərəm. 6'da 1'in üstü x bərabərdir. 3'də 2'in üstü x vurulsun. Deməli, necə yazaram? Vurulsun 3'də 2 şəklini gətirə bilərəm. Deməli, bu 3'də 2'ni mən 6'da 4 kimi yaza bilərəm. Onda 1'in üstü x ilə 1'dir. Böyle 6'ın üstü x bərabər. 4'ün üstü x böyle 6'ın üstü x bərabərdir. Vuraq. 3'də 2 düzdür. Bunlar getdi. Buradan 4'ün üstü x bərabərdir. 1 bölək 3'də 2 o da bərabərdir 2'də 3. Yəni 1/5. Doğru cavab oldu 1/5. 79-cu suala baxaq. Sual 79. Bir dəqiqə baxıram indi. Nə deyir 79-cu sualda? Şagirdin riyaziyyat fən olimpiyadasında cavablandığı 4 sualdan ilk üçünə görə topladığı balların ədədi ortası 8'dir. Düzdür? 4 sualdan ilk üçünə görə topladığı balların ədədi ortası 8. Deməli, A-nı bölürəm 3'ə bərabər 8. Deməli, 3 imtahandan cəmi 24 bal toplayıb bu uşaq. 4'üne görə B-ni bölürəm 4'ə. 7 bal topluyursa B bərabər cəmi 28. Deməli, 4-cü sualın balı 4 baldır. Doğru cavab oldu 4. 79'un cavabı 4. 80-ci sual. Sual 80. Deməli. Düzbucaqlı üçbucağın bir kateti. Bu bizim düzbucaqlı üçbucağımız olsun. Katetin hipotenuzu. Bura 4K. Bura 5K. Sonra bura olacaq 3K. Perimetri 12K bərabər 48. K bərabər 4. Bu olacaq 16. Bu olacaq 12. Bu olacaq 20. Hipotenuzun uzunluğunu soruşur. Doğru cavab oldu 20. Bax, belə asan bir sual. 81-ci sual. Kvadrat formasındakı iki bucağın perimetrlər boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağça. Aha. Bucaq neymiş? Bağça. Bağçalarda su anbarları arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Tamam. Bağçanın birinin tərəfinin uzunluğu ikinin tərəfindən 2 metr çoxdur. X plus 2. İndi de sahə. Bunun da sahəsi x kvadratdırsa, bunun sahəsi oldu x plus 2'nin kvadratı. Çoxdur da. Axı sahə çoxdur. Buradan yazaram ki, baxın. Birinin sahəsi x plus 2'nin kvadratıdır. Birinin sahəsi x'in kvadratıdır. Deyir ki, birinci bağçanın sahəsi iki mislindən 8 azdır. 2 mislindən 8 azdırsa, üzərinə 8 gələrəm. Kiçiyin üzərinə. İkinci sahən, birinci bağçanın sahəsi ikincinin 2 mislindən 8 azdır. Deməli, necə elədim? X plus 2'nin kvadratı bərabər 2x kvadratı minus 8 azdır dediyinə görə x kvadratı plus 4x plus 4 bərabər 2x kvadratı minus 8, x kvadratı minus 4x minus 12 bərabər 0, x bərabər 6. Mənfi ola bilməz. Deməli, birinin tərəfi 6, birinin tərəfi 8-dirsə, o zaman perimetrlərinə baxaq. Perimetr olur, birinin olur 64, daha doğrusu 32, digər olur 24. 32 üstə gələk 24, üstə gələk 4, 4 də burada var axı. Ən azı nə qədər boru istifadə olundu? Deməli, 40, 64. Doğru cavab oldu 64. Davam edirik növbəti 82-ci sual. Bir məktəbindir. Baxırıq 82-yə. Bir məktəbin bütün kollektivinin 4də 1 Şuşaya. Aha.
5-4'ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi. Bu kollektivdə neçə müəllim var? Deməli, bir məktəbində bütün müəllim kollektivinin 4/1 Şuşaya, bax bu olsun Şuşaya gedənlər və Xankəndiyə gedənlər, düzdürmü? 4/1-i, yəni 4/1-i 20-yə ortaq məxrəc gətirsəm, yəni 20-də 5-i, lap 4/1 x olsun. Cəmi çünki x nəfər müəllim var, bilmirik. İkisi Xankəndiyə gedibsə, 2-ni bura ortaq yazıramsa, minus 2-si qaldı yalnız Şuşaya gedənlər. 5-i 4'ü gedib nəyə? Xankəndiyə, yalnız Xankəndiyə minus 2-si qalır. İkisi hər iki şəhərə səfər etdi. Bu kollektivdə neçə müəllim var? Toplasam 4/1 20-də 5x deməkdir. Minus 2 plus 2 üstə gələk 20-də 16x minus 2 bərabər x. Bu müsbət mənfi 2'lər getdi. 20-də 21x minus 2 bərabər x. Bir tərəfə getirsəm 20-də 20'də 1x bərabər 2, x də bərabər 40. Deməli, cəmi 40 nəfər müəllim var. Gəlin yoxlayaq indi görək 40 nəfər olurmu? Bu cəmi 40 nəfərsə, ikisi getdi ortaq, düzdür? İkisi getdi ortaq. Deyək ki, kollektivin 4/1-i Şuşaya gedib. 4/1-i 10'dursa, bura qaldı 8, düzdürmü? 5/4'ü Xankəndiyə gedibsə, 40'ı 5/4 8, 32, ikisini çıxıram 30. Baxın, həqiqətən ikisi ortaqdır. Ümumi Şuşaya və Xankəndiyə gedənlər cəmi 40 nəfər ödəyirmi? Ödəyir. Neçə nəfər müəllim var? 40 nəfər müəllim var. 80-ci sual. ABC trapeziyasında AB bərabər 6, CD bərabər 8. Tamam. C parçası bu trapeziyanın rom və düzbucaqlı üçbucağa ayırır. Romsa deməli bunun hər tərəfi bərabərdir. 6, 8 isə Pifagora görə 10 olur. Necə rahat sual. ABC'nin perimetrini topun. 6, 6, 6. Alt tərəf üçün 18. Üstünə 10 gəl. 28. Üstünə 8 gəl. 36. Bax belə. Doğru cavab oldu 36. Davam edək. ABC'den tapın. Davam edirik. 84-cü sual. Turistlər gəzinti zamanı motorlu qayıq ilə deməli məsafəni çayın axın istiqamətə gedib axın əksində qayıtmağa ümumiyyətlə 4 saat vaxt sərf etdilər. Qayığın öz sürəti 6-dırsa, axın ilə necə gedir? 6 üstə gələk 3 vurulsun 2 bərabərdir. Axına qarşı 6 minus 3 vuraq. Cəmi 4 saat zaman sərf olunubsa, olacaq 4 minus 2. Qaldı burada 9x bərabərdir. 3 vurulsun 4 minus 2. 9x bərabər 12 minus 3x, x bərabər 1. Deməli, x bərabər 1 isə məntəqələr arasındakı məsafə 9 olmuş olur. Doğru cavab oldu 9. Bax belə. Davam edək. Nömrə 85-ci sual. Funksiyanın koordinat başlanğıc nəzərən simmetrik olarsa. Simmetrik olarsa, deməli biz x-ə və y-ə mənfi verməliyik. Düzdür. Bax, bu C nöqtəsi 7-dir. Çünki niyə? 4/1-i açsam, 4/1 vurulsun x-in kvadratı plus 8x plus 16 plus 3. 4/1 x-in kvadratı üstə gələk 2x plus 4-ün üstə 3 gəlsəm 7. Sərbəst hədd y-oxun kəsdiyi nöqtədə də oldu 7. Sonra deməli, bura olacaq mənfi 7. Buna görə, simmetrik olduqlarına görə. Bura mənfi 4-dürsə, onda bura müsbət 4. Bura müsbət 3-dürsə, bu olur mənfi 3. Deməli, bu məsafəni soruşur. Buradan bura qədər CD məsafəsi olduğu neçə? Bax, bura 14, 7, 7, 14. İndi bir də mənə lazımdır AB məsafəsi. Baxın, AB məsafəsini necə taparam. Bura 3-dür, elə. Bura neçədir? 4-dür. Pifagora görə bura olurmu? 5. Bu da olacaq 5. 5, 5, 10. Toplasam neçə olur? 24. Doğru cavab oldu 24. Bu qədər. Hər birinizdə uğurlar arzu edirəm. Nəticələri yorumlarda bildirməyi unutmayın. Sağ olun.